Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in emme ba'd. Şeyhülislam İbn Teymiyyə rahimehullah öz fətavasında çox mühüm və vacib bilinməsi, vacib olan və həmçinin təhlükəli bir məsələdən danışır. Və istədi bunu qeyd edən, ola bilsin Allah Təbaraka və Teala baxanlar üçün və dinləyənlər üçün faydalı etsin. Şeyhülislam İbn Teymiyyə rahimehullah buyurur ki: فَإِنَّ الْإِنسَانِ قَدْ يَعْرِفُ أَنَّ الْحَقِّ مَعَ غَيْرِهِ. Bəzən deyir insan bilir ki haqq başqasındadır. Yəni bilir ki o düzgün deyil. Yəni düzgün olan başqasıdır. Yəni haqq başqasındadır. وَمَعَ هَذَا, buna baxmayaraq يَجْحَدُ ذَٰلِكَ لِحَسَدِهِ إِيَّهُ. Yəni buna baxmayaraq, yəni bilə-bilə ki haqq başqasındadır, buna baxmayaraq deyir, paxıllığından, yəni ona həsədindən, ona paxıllıq etdiyindən haqqı inkar edir. وَيَجْحَدُ ذَٰلِكَ, inkar edir. Nəyə görə? لِحَسَدِهِ إِيَّهُ. Yəni ona qarşı paxıllığından, həsədindən, yəni bilə-bilə ki özü düz deyil, düz başqasıdır. Yəni İbn Teymiyyə rahimehullah çox dəqiq və təhlükəli bir məsələdən danışır. Buyurur ki, yəni bəzən insan bilə-bilə ki haqq özündə deyil, haqq başqasındadır. Yəni başqası düz danışır. Yəni düz ondadır, lakin buna baxmayaraq ona qarşı həsədindən, paxıllığından onu inkar edir. Yəni razılaşa bilmir. Yəni deyə bilmir ki, hə sən düzgünsən. Yəni haqq səndədir. Nəyə görə? Həsədindən. Və sonra davam edir sözünü, buyurur ki, "Au li talabi uluvihi aleyhi." Və ya ondan üstün olduğuna görə, yəni ondan üstün olması üçün inkar edir haqqı. Ondan üstün olması üçün razılaşmır. İnkar edir. Və yechhadu zalik. Au və ya li havan nefs. Yəni bunlar hamısını qeyd edir İbn Teymiyyə rahimehullah. Və ya nəfsi havasına görə, yəni nəfsi istəyinə görə bilə-bilə ki haqq başqasındadır, yəni başqası düzgündür, nəfsi havasına görə, nəfsi istəyinə görə inkar edir onu, razılaşmır. وَيَحْمِلُهُ ذَٰلِكَ الْحَوَى عَلَى أَنْ يَعْتَدِيَ عَلَيْهِ. Və bu nəfsi havası, yəni bu nəfsinə tabi olması, nəfsi istəyi har aparır ona qarşı hədd aşmağa. Ona qarşı hədd aşmağa. Kimə qarşı? Yəni bilə-bilə ki o düzgündür. Yəni qarşıdakı adam düzdür, haqq ondadır. Yəni bu nəfsi istəyi aparır ona qarşı hədd aşmağa. Və yaruddu aleyhi, və ona qarşı rədd edir. Və yaruddu mə yəqul. Yəni onun dediklərini rədd edir artıq. İnkar edir, rədd edir. Bi kulli tariq, yəni bütün yollarla. Bütün yollarla onun dediklərini rədd edir. Və huve ya'lem fi qalbihi ennel haqq ma'ahu. İbn Teymiyyə deyir. Və o bilir ki öz qəlbində haqq onunladır, o düzgündür. Yəni düzgün odur, haqq odur. Yəni bunu qəlbində bilə-bilə, görürsə ona qarşı həddi aşır, ona rəddər edir və nəfsi istəyi, yəni ondan üstün olmaq istəyi və həmçinin həsədi imkan vermir ki, yəni desin ki, sən haqsan, sən düzgünsən və İbn Teymiyyə rahimehullah buyurur ki, və yechhadu zalik. Və beləliklə də deyir, haqqı inkar edir, deyir. Və Allah Təbaraka və Teala istəyirəm ki, bizim hər birimizi bu bəladan, bu müsibətdən qorusun. Həqiqətən o buna qadirdir. Vallahi çox təhlükəli bir məsələdir. Yəni bu hamıda ola bilər. Ona görə Allaha sığınmaq lazımdır. Yəni bu cür bəladan, bu cür müsibətdən Allaha sığınmaq lazımdır. Və mən də Allahdan istəyirəm ki, bizi bu cür bəladan və müsibətdən qorusun, hifz eləsin. Həqiqətən Allah Teala buna qadirdir. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi ecma'in. İxlasla.com saytı tərəfindən təqdim olundu.